8 yaşında kiçik bir uşağın anası vəfat etdiyi üçün atası ikinci bir qadınla evlənir və bir gün oğlundan soruşur. Köhnə anan ilə yeni ananın fərqi nədir? Balaca oğlan məsum bir şəkildə cavab verir. Əsl anam mənə yalan deyər, yalan danışardı. Yeni anam isə daha dürüsttür. O mənə yalan demir, yalan danışmır. Ata oğlunun bu sözünə təəccüblənir və heyrət dolu baxışlarla ondan soruşur. Bu nə deməkdir? Bu necə ola bilər axı? Uşaq sözlərinə belə davam edir. Mən əvvəllər oynayanda öz doğma anam hissləndiyi zaman mənə belə deyirdi. Əgər bu itayətsizliyindən və dəcəlliyindən əl çəkməsən, sənə yemək verməyəcəyəm. Amma mən anamın bu sözlərinə əhəmiyyət vermirdim. Çünki bilirdim ki, o mütləq hər yemək vaxtında evdən çıxacaq, məni evə aparıb qarnımı doyurmaq üçün kəndin küçələrində təlaşlı bir şəkildə məni axtaracaq. İndi isə mən oynadığım zaman yeni anam mənə belə deyir. Əgər oynamağı bitirməsən, sənə yemək verməyəcəyəm. Və o dediyini də edir. Mən artıq 2 gündür acam. Allah bütün anaları qorusun.